Yepyeni PUBG Mobile videosundan herkese selamlar dostlarım. Necəsiz? Ümid edirəm hamınız yaxşısınız. İlk dəfədir ki Free Fire oyununu oynayacağım. Azərbaycanda Free Fire YouTuberları çox azdır. Mən də onlardan birisi olmaq istəyirəm. Mənə bu yolda dəstək olan bütün dostlarımıza canı gönüldən təşəkkürümü bildirirəm. Arkadaşlar gözəl bir atlayış. Gözəl bir şeyə. Dediyim kimi dostlarım, bu oyunu 2 dəfə də oynayıram. Bilmirəm, o qədər də yaxşı deyiləm bu oyunda çünki. Xəbəriniz olsun. Sonra deməyin ki, qaqaş bu silahı almadım, bu silahı alsan daha yaxşı olardı. O silahı almadım. Amma məsləhət görə bilərsiniz hansı silahlar yaxşıdır zat. Bunları götürək tez bazar. Qabağımızda da adamlar var, solumda da adam var. Deməli, uzağa vurmur bu silah. Yaşa, ona vurduq. Xələm yedi bizdən. Dostlarım, qabağımda bir nəfər olmalıdır, səhv eləmirəmsə. Sol tərəfimdədir. Qaqaş, ölməyə fikirləşirsən qaqaş. Famas. Bir nəfəri də gördüm dostlar. Gəl bura görüm ha. Qəşəng. Bunu da öldürdü tez bazar. Gözəl bir şəkildə. Oo, kar 98. Severim. Deməli kar 98 burada da varmış. Onu da öğrenmiş olduk. Gel bura qaqaş, gel bura. Qaçma yine, qaçma yine. Tez bazar dostumuzu tuta. Güzel bir şekilde bunu da öldürdük. 3 killimiz var qəşəng. Oo, bu qaqaşın neleri varmış. Kaskımız yaxşıdır, yeleğimiz ama pisdir dostlar. Təəssüflər olsun ki, yeleğimizi de değiştirək. Oo, kar 98'e bax. O yeleğimizi de götürdü. Yani fulladı qaqaş. Belə çıxırmı? Yox, belə çıxmırmış. Onu da bilmiş olduq. Yəni PUBG Mobile kimi deyil. Tamamilə bir fərqli bir vuruş sistemi, vuruş şeyləri, effektləri zadı var. Yəni PUBG Mobile'də nişan almasam bunu vurmaq olmaz, amma burada isə onu da bu arada dolduraq. Qabağımızda da maskelet var. Xəritəyə də baxaq, hardayıq? Özümüz ona baxaq. Yuxarıdayıq deməli. Dostlarım, kanala like atıp abone olmayan dostlarımız varsa böyük bir destek olarsınız. Kanal yenidir. Yəni nə qədər abone, nə qədər like'lar gələrsə kanal o qədər gözəl qabağa çıxacaq. Yəni Azərbaycan dilində danışıram, Türk dilində də danışmıram. Azərbaycan YouTuber'ıq, dəstək olmaq lazımdır qaqaş. Bu niyə siqnal çıxır? Hə, düzəldi. Düzəldi qaqaş. Hə, kontrol. O. Öl görüm qaqaş. Maskelet də neylədir yala onu? Bu arada canımızı da basaq dostlar. Canlı... O, səhv elədik. Canımızı da dolduraq tez bazar. Bu niye minmir? Min. Qaqaş min. Minməyi zaten təzə öyrənirik dostlar. Kontrol deməli.
Bu arada rezon düşür. İnşallah rezona ölmərik biz. Gedək. Sürməkdə çətinlik çəkirəm bunu. Tam olaraq bilmirəm. Yəni qabağa verirəm getmir, arxaya verirəm getmir, qəribə şeylər çıxır. Burada həmişə adam çox olur. Səhv eləmirəmsə burada həmişə adam çox olur. Amma adam yoxdur indi. Oo, maşın zat da atır drop. Mükəmməldir, Allahın olsun. Buradan drop düşdü dostlar. Drop'a gedək tez bazar. Burada bu arada xeyli adam ölüb. PS attım. Drop'umuzu tez bazar alaq. Nə qədər adamlar gəlmir. AVM bir də var deyəsən səhv eləmirəmsə AVM çıxır. Oo. Qoş kamuflajlar. Qəşəng. Belə eləyəndə hə, adamlar görsənmir. Redzone bu arada yanıma düşdü. Dostlar alan harasındayıq? Faktoriyaya gedək yaxınlaşaq. Oyunda hələm nə qədər qalıb? Canlı 7 nəfər. 7 nəfər qalıb oyunda. Aa, nə pis oldu. Dostlar oyunda 7 nəfər qalıb deyir. Aa, nə haçan öldü bu adamlar? Hoş adam görmədi heç oyunda. Belə tez bitir bu oyun. Dərəcəliyə girmişəm bu arada dostlar. Bunlar nədir? Burada xeyli adam ölüb ona görə. Tez bazar öldürüblər hamısı. Bu oyunda deməli olar ki, onda tez qutarıb oyun. 5 nəfər öldürmüşük, 4 nəfər qalıb oyunda. Of. Yat yerə qaqaş. Heysə getdi qaqaşa. Qaldı 3 nəfər. Aa. 3 nəfər də yox, qaldı 2 nəfər dostlar. Onun biri elə mənəm. Heç olmasa o 2 nəfəri öldürək. 8 kilimiz olsun. Azərbaycanın görəsən kill rekordu nə qədərdir? Videonun başlığını qoyacağım Azərbaycanın kill rekordu. Dostlarımız bizə gəlib yorum qismində yazar. Böyük ehtimal. Ki qaqaş Azərbaycanın kill rekordu filan qədərdir, filan qədərdir. Həm də bilmiş olarıq ona görə hərəkət edərik. Çünki bilmirəm Azərbaycanda nə qədər Free Fire oyunçuları var. Adamları axtarmaqdan öncə bağrım partladı deməli. Mən nə qədər adamları axtarasın burada.
Adamlar. Aha, drop. Red zone drop. Qoqaş. Bu iki tane adamı da tapsaydım çox gözəl olardı dostlar. Yəni həqiqətən çox gözəl olardı. Axtarmaqdan daha öncə bezdim. Hara gizləniblər, harda tam olaraq bilmirəm. Bir dəqiqə. Maşın. Aha. AVM'nin səsinə bax qaqaş. Dostumuz gizləndi. Of of. Qaçan yerdə də başa vurmazsan ki. Başa vurmaq xəstəliyi məndə vərdişdir dostlar. Of of of. Qoqaş qəşəng, buna da baş. Dostlar, ümid edirəm video xoşunuza gəlib. Daha çox Free Fire oyunlarının gəlməsini istəyirsinizsə, Azərbaycanda YouTuber olaraq dediyim kimi, yəni təzə başlamışam bu oyuna. Tam olaraq bilmirəm nədir, nə deyil. Amma aimim, oynayışım mükəmməldir. Buna söz yoxdur. Bütün oyunları indiyə qədər oynamışam. İlk dəfədir ki, Free Fire oyunu oynayıram. Mənə bu yolda dəstək olan bütün dostlarımıza canı göldən təşəkkürümü bildirirəm. Bundan sonra gözəl Free Fire oyunları hər gün sizlər üçün video atmağa çalışacağım. Sevilirsiniz dostlarım.